Son illər həm erkən nikahlar, həm də qohum evliliklərinin sayı çoxalır. Bunu Qlobal İnfoza sosioloq Lalə Mehralı deyib. O, qohum nikahları üçün təyin olunan qadağa müddətinin yaxınlaşdığını xatırladıb. Stat: Bir neçə aydan sonra qanuna görə qohumlar arasında nikah mümkün olmayacaq. İnsanlar o vaxta qədər elə canfəşanlıq göstərirlər ki, sanki dövlət faydalı işi qadağan edir. Anlamırlar ki, bu genofondumuz naminə atılan addımdır. Sosioloqun fikrincə, qanun çoxdan qüvvəyə minməli idi. Yaxşı olardı ki, elə müzakirələr gedən zamandan qanun qüvvəyə minərdi. İnsanlara 1 il müddət verilməzdi. Bilirsiniz, nə qədər qohumlar arasında nikah bağlandı. İndi çoxlu sayda qohum evliliyindən uşaqlar dünyaya gələcək. Hələ qanun qüvvəyə minənə qədər proses davam edəcək. Statın sonu. Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024-cü ildə Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qohum evlilikləri də daxil edilib. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.